Deyirlər ki, Mahnişan dağlarının qoynunda elə bir negahbanlar yaşayır ki, nə tam bu dünyadandılar, nə də o biri dünyadan. Əfsanələrə görə onlar daş uyğanları nəslindəndirlər. Cinlə peri arasındakı varlıqlar ki, illərdir bu yurdun havasını qoruyurlar. Heç kəs onları görməyib, amma nişanələri həmişə bəllidir. Qədim qayalar arasından gələn anlaşılmaz pıçıltı, daşın üzünə düşən qəribə bir işıq və havanın birdən-birə yüngülləşməsi, sanki görünməz bir varlıq yanından süzülüb keçib. Mahnişanın ağsaqqalları deyir ki, bu dağlarda hər peri qanad açanda onunla bərabər bir negahbanın kölgəsi də uçur və hər bir cin yaxınlaşmaq istəyəndə daha ilk addım atmadan onların xəbərdarlıq səsini eşidir. Bu yurd sirrini hər adama açmaz, amma qəlbin, niyyətin pak olsa, bəlkə o daşzadə negahbanlar bir anlıq görünməz pərdəni kənara çəkər və sən göz qırpımı qədər zamanda onların varlığını hiss edərsən, gözünlə yox, ta ürəyinin dərinliyində. Mahnişan, əfsanənin hələ də yaşadığı yer. Əgər Zəncanın maraqlı dastanlarını xoşlayırsansa, peycimizi izləməyi unutma.